Asterix və Obelix Sezara qarşı yoxsa Taksi? İkisi də fransız kinosunda belə uşaqlığımızda böyüdüyümüz filmlərdir. Mənim şəxsi zövqümə görə Asterix və Obelix çox sevdiyim filmdir. Dəfələrlə izləyirəm, amma Taksi daha yaxşı filmdir. Taksi yoxsa oyuncaq? Təbii ki, oyuncaq. Oyuncaq bir əfsanədir. Bir nəsil elə bir ki, oyuncaq filmi ilə böyüdüblər, ancaq ona baxıblar. Oyuncaq yoxsa Jandarma Saint-Tropez'da? Jandarma Saint-Tropez'da bu Louis de Funèsin məşhur jandarma obrazıdır. O ilk filmidir. Məncə çox maraqlıdır, gülməlidir, amma mənə elə gəlir oyuncaq daha yaxşı filmdir. Oyuncaq yoxsa Fantomas? Fantomas, o məşhur ifadə də keçirir bizim filmimizdə. Həmin filmdir. Mənə elə gəlir ki, oyuncaq daha yaxşıdır, amma Fantomazı da məncə mütləq izləməlisiniz. Oyuncu yoxsa Leheyn? Leheyni seçirəm. Bunu deyim ki, bu film çox maraqlıdır. Fransa gettolarını maraqlı bir şəkildə göstərir və Vincent Cassel'in unudulmaz bir performansı var filmdə. Leheyn yoxsa Samuray? Samuray fransız kinosunun şahesərlərindəndir. Samuray yoxsa Bir kişi bir qadın? Bir kişi bir qadın bu il Cannes Film Festivalının posterində də var. Təzəlikcə izlədim o filmi. Gözəldir, amma Samuray qədər məncə yaxşı deyil. Amma çox gözəl bir, çox belə maraqlı bir dram, sevgi dramıdır. Samuray yoxsa Paulin sahildə? Samuray daha yaxşı bir filmdir. Samuray yoxsa Nifrət? Nifrət Contempt Jean-Luc Godard'ın filmidir və Brigitte Bardot orada baş rolda oynayır. O qədər maraqlı bir filmdir ki, bir növ sevgi filmlərinə və ironiyası var, amma eyni zamanda belə fəlsəfi tərəfi də var. Ona görə məncə Nifrət filmi. Nifrət yoxsa Jules və Jim? Jules və Jim François Truffaut'un maraqlı filmlərindən biridir. 1910-larda keçir, səhv xatırlamıramsa, amma mənə elə gəlir ki, Contempt ondan daha yaxşı filmdir. Nifrət yoxsa Sherbrooke çətirləri? Sherbrooke çətirləri. Sherbrooke çətirləri yoxsa Baltazar? Sherbrooke çətirlərini seçirəm. Sherbrooke çətirləri yoxsa Cleo 5-dən 7-yə? Agnes Varda mənim sevimli müəlliflərimdən biridir. Cleo 5-dən 7-yə. Cleo 5-dən 7-yə yoxsa Oyunun qaydaları? Oyunun qaydaları Jean Renoir'ın 1939-cu ildə çəkdiyi filmidir. Sanki 2-ci Dünya müharibəsinin necə baş verəcəyini və ya ümumiyyətlə müharibənin artıq Avropa üçün əlçatan olduğunu göstərir. Çox maraqlı orada simvolikalar var, hekayələr çox gözəl iç-içə keçir. Ona görə Oyunun qaydaları. Oyunun qaydaları yoxsa 400 zərbə? Mənə elə gəlir ki, 400 zərbə dünya kinosunun yaxşı filmlərindən biridir. 400 zərbəni seçirəm. 400 zərbə yoxsa Atalanta? Atalanta 1934-cü ildə çəkilib və çox maraqlı bir filmdir. O daha sonra başqa filmlərə də təsir edib. Hətta 400 zərbəyə də məncə müəyyən təsiri var, amma mən elə düşünürəm ki, 400 zərbə daha yaxşı filmdir. 400 zərbə yoxsa Son nəfəsdə? Son nəfəsdə Jean-Luc Godard'ın ilk belə debüt filmi sayılır və dünya kinosunun da klassikasıdır. Belmondo möhtəşəm oynayır. Jean Seberg'i dünya kinosu tanıyır, amma mən 400 zərbəni seçirəm. Bu arada adını çəkmədiyimiz, unutduğumuz və ya mütləq bu siyahıda olmalıdır dediyiniz filmlər varsa, onları rəydə yazın. Bəlkə bu siyahının ikinci bir versiyasını da çəkdiniz. Bizə yaxşı baxın.